gedib məktəb tapıb dərs oxuya bilmirlər, o məmləkətin prezidenti və onun məsullarının nə haqqı var bu millətin pulunu o biri məmləkətlərə paylaya? Siz deyə bilərsiniz ki, tək meşqində Ərdəbil dilədi, tək o da nə bilim Təbriz dilədi, ya belə Kürdistan dilədi, ya Bəluçistan ondan da pisdir. Daha da pis. Daha da utandırıcı. Bəs İran dövləti bu pulları niyə paylayır o ümbiyyən? Görəsən Əhmədinəcad bu dəfə gəlib Meşqindən ya Ərdəbildən keçəndə necə baxacaq o məzlum uşaqların üzünə ki, 3 növbəli məktəblərdə yer tapırlar, gedib ambarda dərs oxuyurlar. Millət, buna necə baxırsınız siz? İş burasındadır ki, biz 3 ilə yaxınlı deyirik ki, Azərbaycanın millətinin İran rejiminin nəzərində opozisyon, istər opozisyon olsun, istər bu hakimiyyətdə olanlar olsun, millətin dəyəri yoxdur. Azərbaycanın özü mühümdür onlara, millət yox. O torpaq mühümdür, çünki torpağın altından da, üstündən də qızıl çıxardırlar. Bu il İran dövləti dünyaya buğda sadir eləyib. Artıq da daxil məsrəflər dolur, hələ xarici dövlətlərə də buğda sata bilir. O buğdanın çoxu Azərbaycandan gedir. Sulduzdan tutdu Muğana qədər. Keşavərzi, əkinçilik məhsulları yəqin ki, Semnanda, Dəşti Kəvir və Lutda bitmir. Lut çöllüyündə, İsfahanın ətrafında bitmir. Yəqin ki, onlar Kirmanda da yoxdur. Çünki orada bəzi elə məntəqələr vardı ki, heç belə ilan qurbağa da orada yaşaya bilmir. Havanın istiliyindən, quruluğundan heç bir şey yoxdur. Bu əkinçilik məhsulları, xüsusilə buğda və ona bənzər malların 180-ı elə Azərbaycan torpağından çıxır. Məsələn, şimalda, İranın şimal qismətində buğda yoxdur. Bu düyü var deyək orada, ya çay, ya hər nə. Türkmenistanda var. Məsələn, siz buyurun, baxın görək, Yəzdin ətrafında nə mənə çıxarda bilər İran rejimi? İldə 1 santimetr yarım yağış yağmır ora. Orada məhsul çıxa bilməz. Və yəni ki, Kirmanın özünə baxanda. Əkinçilik, buğda məhsulları xüsusilə, yəni İranda birinci yer Azərbaycan, bir də Türkmenistan. Bir də Kürdistanın bir qisməti. Hamısı yox, bir qisməti. Bunun üçün də bu illəri İran artıq da yavaş-yavaş o qabaq ki, həmişə xaricdən buğda alardı. İndi də buğda almır, buğda satır. Azərbaycanın malıdır. Ona görə Azərbaycan İrana mühümdür. Milləti mühüm deyil. Millətə əhəmiyyət daşısaydı, Azərbaycana da baxardılar. Biz bu haqda gələcəkdə də verilişlərimiz olacaq. Qısa bir yenə də ara alırıq. 7-8 dəqiqəlik bu dəfə. Ondan sonra başqa bir mövzunun haqqında söhbət edəcəyik. İranın Müdafiə Nazirinin Ermənistana səfəri haqqında danışacağıq. Və dediyimiz kimi, bu günün sadəcə mövzuları ilə bağlı biz telefon qəbul edə biləcəyik, yoxsa telefon qəbul eləməyəcəyik. Yalnız mövzu ilə bağlı olursa,